Salamünaleyküm. Gəlin belə bir suala baxaq. Çox maraqlı suallarımızdan biridir burada. Deyir, bilet növbəsində Mahir əvvəldən 22-ci, sondan 16-cı sıradadır. Onda belə bir sıra qeyd eləsək, baxın. Deməli, Mahir əvvəldən 22-cidir, 22-cidir. Deməli, Mahir sonları isə 16-cıdır. Deməli, 16-cı deyəndə bir sıra üzərində izahlaya bilərik. Yəni, Mahiri 2 dəfə saymamaq üçün biz belə bir şey eləyəcəyik. 22-nin üzərinə 16-nı gələcəyik, 1 çıxacaq. Niyə? Çünki Mahiri 2 dəfə saydığımız üçün 1-i çıxacaq. Olacaq neçə? 38-dən 1 ise 37. Deməli, sırada 37 dənə şagird var. Və ya da 37 nəfər adam var. Deyirik ki, eyni bilet növbəsində Nazim əvvəldən 13-cü, sondan da tutaq ki, x-dir, bilmirik. Yenə yazırıq, 13 üzərinə gəl x, neçənci olduğunu bilmirik. Yenə 1 çıxsaq, bərabər 37 olacaq mı? Buradan da x-i tapmaq istəsək, nə olmuş olur? X bərabər olur, 12 çıxsaq 25. Olacaq B bəndi.